Səlahəddin Eyyubinin 1187-ci ildə Qüdsü sərhədçilərdən azad etdiyini bilirik. Bu doğrudan da möhtəşəm bir qələbə idi. Lakin sərhədçilərin bu döyüşdən sonra ilk dəfə 1191-ci ilin 7 sentyabrında Səlahəddin Eyyubini məğlub etdiyi və bu məğlubiyyətin də Səlahəddinin ən böyük məğlubiyyəti olduğunu bilirdinizmi? Sərhədçilər bu döyüşdən sonra bir daha belə bir böyük qələbə əldə edə bilməmişlər. Bu döyüş Asuf döyüşü idi. Belə ki, həmçilər Qüdsün alınmasının heyfini almaqdan ötürü yeni bir sərb yürüyüşü düzənləmişdilər ki, ona Şürrəli Risaf rəhbərlik edirdi ki, İngilis kralı idi. Və onlar avqust ayından artıq Yaffa şəhərinin alınması üçün hərəkətə keçdilər. Səlahəddin Əyyub onların qarşısını almaq üçün müxtəlif partizan yürüşləri ilə onları mane olmağa və geri oturtmağa vadar etmək istəyirdi. Lakin bu alınmadıqda Səlahəddin Əyyubi Nəhrəl Falik deyilən bir bataqlıqda, Arsuf meşələrində qəfildən Şürrəli Risada hücum edərək onu açıq döyüşdə məğlub etmək qərarına gəldi. Və Şürrəli Risad bu döyüşlərdən, xırda-xırda döyüşlərdən o nəticəni çıxartmışdı ki, bu döyüş qaçılmaz olacaq. Ona görə də əvvəldən bəri sərhədçiləri tam nizamlı formada hərəkət etdirirdi. Və Arsuf meşələrində onlar cincəldiyi zaman Səlahəddin Əyyubi qəfildən onlara hücum etdi. Lakin müsəlmanlar sərhədçilərin bu məsələni bildiklərini gördülər. Sərhədçilərin nəinki sıraları pozulmadı. Onlar müsəlman oxçularının qarşısını alaraq qəfildən Səlahəddinin sağ cinahına hücuma keçdilər və döyüşdə böyük bir qələbə çaldılar. Və Arsuf döyüşü Səlahəddin Əyyubinin müharibə tarixində ən böyük məğlubiyyətinə çevrilmiş oldu.